Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu gün də sizlər üçün sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün növbəti dəstək videomuz olacaq və bu suallar sertifikasiya imtahanında 2025-ci ildə ibtidai sinif müəllimləri üçün istifadə olunmuş sual tipləridir. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya qruplarımız başlayıb dərslərə, yeni qruplara qeydiyyat davam edir. Canlı olaraq dərslərimiz Zoom proqramı üzərində tədris olunur. Proqram müddəti ərzində 150-dən çox sınaq işlədilir. Bu da sizə imtahanda rahatçılıqla bütün suallara cavab verməyə şərait yaradır. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazaraq dərslərimiz haqqında məlumat əldə edə bilərsiniz və dərslərə qoşula bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, kubun yan səthinin sahəsi 196 cm kvadratdır. Bu kubun həcmini tapın. Biz bilirik ki, kubun yan səthinin sahəsi hansı düsturuna tapılır? 4a kvadratı bərabərdir 196-ya. A kvadratı bərabərdir 196-nı 4-ə bölsək 49. A özü nəyə bərabərdir? 49-dan kök çıxır 7. Deməli, kubun tili oldu 7 və bizdən həcmin istəyir. Kubun həcmi V bərabərdir A kubla tapılır. Yəni 7 vur 7 vur 7. Bizə verəcək 343. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti sualımıza. 2 nömrəli sualdır. Aşağıdakı bərabərsizliyə əsasən x-in ala biləcəyi ən böyük natural ədədi tapın. 78 böyükdür, bərabərdir 32 plus x-dan. Biz ilk olaraq 78-dən çıxacaq 32-ni, bərabər olacaq 46-ya. Bura biz 46 yazsaq, bu şərti tamam eləmiş olarıq. Əgər ki, böyükdür, bərabərdir işarəsi olmasaydı, biz 46-dan bir vahid kiçik olan ədədi götürəcəkdik. Amma böyükdür, bərabərdir. Həm böyükdür, həm də bərabər işarəsi olduğuna görə cavabımız olacaq 46. Növbəti sual 3 nömrəli sualdır. Çevrənin diametri ilə radiusunun fərqi 8 cm-dir. Bu çevrənin xaricinə çəkilmiş kvadratın sahəsini tapın. Gəlin bir kvadrat çəkək və bunun daxilinə çevrə çəkilir. Çevrənin radiusu, burada radius, deyir ki, çevrənin diametri ilə radiusunun fərqi 8 cm-dir. Biz bilirik ki, çevrənin diametri D bərabərdir 2R-ə. Diametri ilə radiusun fərqi, yəni 2R-dən R-i çıxıblar, qalıb 8. R özü nəyə bərabərdir? Elə 8 cm. Əgər radius 8-dirsə, 8-i 2-yə vuracaq, kvadratın tərəfi olacaq 16 cm. Bizdən nəyi istəyir? Deyir ki, kvadratın sahəsini tap. S bərabərdir A kvadratı, 16-nın kvadratı bizə verəcək 256. Doğru cavabımız olacaq B variantı. Növbəti sual. 4 nömrəli sualdır. Deyir ki, 20% 50 olan ədədin 2də 1 hissəsini tapın. 20%-də 50-dirsə, 100%-də x olar. X də bərabərdir 100 vurulsun 50 bölünsün 20. Bizə verəcək neçə? 250. Ədədimiz 250-dir. Və 250-nin 2də 1 hissəsini istəyir. 2-yə bölüb 1 hissəsini götürsək,
olacaq 125. Doğru cavab D variantı. Növbəti sualımız 5 nömrəli sualdır. Deyir ki, qalıqlı bölmə əməlində bölünənin ala biləcəyi ən böyük natural ədədi tapın. B böl 9 bərabərdir 17, qalıqlı bölmə əməlidir. B özü nəyə bərabərdir? 9-u vuracam 17-yə və mümkün qalıqların ən böyüyün üzərinə gələcəm. Əgər ki, mən ədədi 9-a bölürəmsə, qalığım neçə ola bilər? 8. Və 8-i üzərinə gələcəm. Bura eləcək 153. 153-ün üstünə də 8-i gəlsək, bizə verəcək 161. Doğru cavabımız olacaq C variantı. Çünki bizdən ala biləcək ən böyük natural ədədi istəyirdi. Ən kiçik ədədi istəsəydi, 153-ün üzərinə 1 gələcəkdik. Keçək növbəti suala. 6 nömrəli sual. Deyir ki, uzunluğu 523 km olan yolu, sürəti 60 km/saat olan avtomobillə 6 saata gedən sürücü yolun sonuna çatmağa nə qədər yolu qalıb? Deməli, bu adam V bərabərdir 60, T bərabərdir 6. 60-ı vuracaq 6-ya 360 km gedib. Amma gediləsi yol nə qədərdir? 523 kilometrdir. Və 523 kilometrdən 360 kilometri çıxsaq, nəticədə olacaq 163 kilometr. 163. Doğru cavabımız 163 kilometrdə getməlidir ki, yolun sonuna çatsın. Keçək növbəti suala. 283 çıx x böl 4 bərabərdir 172 tənliyinin kökünü tapın. İlk olaraq 283-dən 172-ni çıxacam. X böl 4 bərabərdir 111-ə. X bərabərdir 111 vurulsun 4-ə. X də bərabərdir 444-ə. Doğru cavabımız B variantı. Növbəti sual 8 nömrəli sualdır. 420 metr çıxılsın 280 millimetr çıxılsın 420 desimetr bərabərdir millimetrlə ifadə edin deyir. Hamısını millimetrə çevirsək rahat olar işimiz. Deməli 420-nin sonuna 1 sıfır atıram desimetr. Birini atıram santimetr, birini də atacam millimetr. Oldu nə qədər? 420.000 millimetr. Çıxılsın 280 millimetr. Bir də 42 desimetri də 42-ni də yazarıq necə? 42 desimetrin sonuna 1 sıfır atıram santimetr, 1 sıfır atacam desimetr. Və bu nəticədən bu nəticəni çıxsa qalacaq 41.000 415.520 millimetr. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti sualımıza. 9 nömrəli sualdır. 9 nömrəli sualda bizdən nə tələb edir? Deyir, sinifdə 30 şagird var. Onlardan 12-si rəsm, 9-u idman, qalan isə şeir müsabiqəsinə qoşuldu. Şeir müsabiqəsinə qoşulan uşaqlar bütün uşaqların hansı hissəsini təşkil edir? Deməli, rəsmə qoşulanlar neçə nəfərdir? 12 nəfər. İdmana qoşulanlar 9 nəfərdir. Qalan isə şagirdlər şeirə qoşulub. Şeirə qoşulanlar x-dir. Gəlin baxaq, 30-dan 12-ni və 9-u çıxsaq, bizə qalacaq yenə 9. Şeirə də qoşulanlar 9 nəfərdir və ümumi sinifin sayı nə qədərdir? 30-dur. 30-da 9. Hansı hissəsini təşkil edir? Bunlar da ixtisar gedəcək. 10-da 3 qalacaq. Deməli 0,3. Doğru cavabımız oldu B variantı. Keçək növbəti suala. Növbəti sual belədir ki,
A bərabərdir 2,5, B bərabərdir 1,3, C bərabərdir 0,4, D də bərabərdir 1. Bu şərtə əsasən A vur B bölü 3 üzərinə D ifadəsinin qiymətini tapın. İlk olaraq A 2,5-dirsə, 2,5-i vururuq nəyə? 1,3-ə. Və bölürük neçəyə? Bölürük 0,4-ə. İndi hesablayaq bunu. İlk olaraq 2,5-i 1,3-ə vursaq, olacaq 3,25. Və bunu biz bölsək 0,4-ə, nəticə olacaq 8,125. 125. Amma bu nəticənin üzərinə də bir də D-nin qiyməti var. D-nin qiyməti 1-dir. 8,125-in üzərinə 1 gəlsək, olacaq 9,125. Doğru cavab olacaq C variantı. Suallarımız bu qədər. Növbəti hissədə görüşənə qədər sağ olun, salamat qalın.